Hamıya salam, mən İnnovativ Təhsil Mərkəzinin riyaziyyat müəllimi Nərgiz Mirzəyeva. Bugün sizinlə belə maraqlı bir həndəsə sualına baxacağıq, hansı ki, blok və buraxılış imtahanlarına gələ bilər. Deməli, bu sualı həll etmək üçün mən ilk növbədə nəyi bilməliyəm? Mən bilməliyəm ki, bərabəryanlı üçbucaqda təpədən çəkilən, tən bölən, həmçinin mediandır, həmçinin hündürlükdür. Deməli, burada həm bucaqlar bölünəcək, həm də tərəflər. İndi bu şəkildə, baxın, tən bölən həmçinin burada BY tərəfinə perpendikulyardır. BY parçası perpendikulyardır. Deməli, mən bu BY parçasını uzatsam, burada bir bərabəryanlı üçbucaq almış olaram. Onda 7, onda bura bir K nöqtəsi desəm, bu tərəflər bərabər olacaq, çünki bərabəryanlı üçbucaqdır. Buraya yazaram 7. Median olduğuna görə, həmçinin bu tərəflər bu parçalarda bərabər olacaq. Belə çıxır ki, aşağıda mənə verir ki, BD də DC-yə bərabərdir. Onda mən X-in orta xətt olduğunu alaram. AC tərəfi ümumi 17 idi. Bərabəryanlı üçbucaq ayıranda AK 7 olduğuna görə KC tərəfinə 10 qalır. Və orta xətt bildiyimiz kimi tərəfə paralel olub, onun yarısına bərabərdir. Onda X orta xətt olduğuna görə onun yarısına bərabər olacaq. Yəni